Hamıya salam. Bu günlər sizinlə ChatGPT-də bir funksiya barəsində danışacağıq. Bu şəkil funksiyasıdır. Bir misal göstərim sizə. Baxın. Siz götürürsünüz, hər hansı bir iki şəkli yüklüyorsunuz. Tamam, bu birinci şəkil və ikinci şəkil. İstəyirsiniz ki, burada bu birinci şəkildə olan bu adamın yerin dəyişmək istəyirsiniz. Bu adamla dəyişmək istəyirsiniz. Və bunu etmək üçün mən artıq etmişəm, sizə göstərəcəm. Bunu etmək üçün bunun hamısı birlikdə necə etməyə hazır. Misal üçün, ən bir asant prompt, böyle prompt deməyim, bunu sadəcə o yazırıq ki, bizim istədiyimiz funksiyanı yerinə yetirsin, adamın yerini dəyişdir. Burada əsas funksiyalardan biri nədir? Əsas funksiyamız, yeni funksiyamız budur. Siz girdiniz bura, misal üçün bu şəkildə hər hansı bir şeyin şəklini deyim, yerini dəyişmək istəyirsiniz. Biz burada bir funksiya var. Bunu basırsınız. Bastığınız zaman istədiyiniz yeri seçirsiniz. Misal üçün, mən seçmişdim burada ayaqqabının rəngini dəyişmək. Bastınız buna, ayaqqabının yerini dəyişmək və burada istədiyinizi yazırsınız. İstədiyinizi yazdıqdan sonra və nəticə olaraq, misal üçün, mən burada yazdım, ayaqqabının rəngini ağ ilə dəyiş. Nəticə olaraq görürsünüz, burada yerini dəyişdi. Bunu belə etdikdən sonra nəinki ayaqqabı burada, nə bilim, hər hansı bir insanın burada üzərində olan çantanın rəngini dəyişə bilərsiniz, əlində olan kitabı yığışdıra bilərsiniz. Sadəcə olaraq yoxlayıb istədiyiniz nəticə əldə edə bilərsiniz.